Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə endometriyanın hiperplaziyası və endometrial poliplər haqqında məlumat vermək istəyirəm. Bilirik ki, uşaqlıq 3 təbəqədən ibarətdir. Xarici qatı, orta qatı, yəni əzələ qatı və daxili qatı. Daxili qatına endometriya deyirlər. Endometriyanın hiperplaziyası, yəni endometriyanın normadan artıq qalınlaşması deməkdir. Bu necə bilinir? Qadınlar hardan bilsinlər ki, onlarda endometriyanın hiperplaziyası var. Əgər aybaşı uzanarsa, əgər aybaşı arası dövrdə aralı qanaxmaları deyən bir şey var, yəni ara sıra dayanmadan qan gəlirsə, bu endometriyanın hiperplaziyasına və yaxud da ki, endometrial polipə şübhə yarada bilər. Və menopauzada olan qadınlarda, məsələn, 56, 57, 60 yaşı var, neçə illərdir aybaşıdan kəsilib və birdən-birə onda qanlı ifrazat var. Onda endometriyanın hiperplaziyasından şübhələnmək lazımdır və mütləq həkimə getmək lazımdır. Endometriyanın hiperplaziyasına və yaxud da ki, endometriyanın poliplərə səbəb nədir? Bir çox səbəbi var. Birinci növbədə estrogen artıqlığı, estrogen progesteron nisbətinin pozulması. İkincisi, şəkərli diabet, tiroid vəzi olan problemlər, birdən-birə kökəlmələr. Bunlar hamısı endometriyanın hiperplaziyasına gətirən səbəblərdir. Həkimlərə müraciət etdikdən sonra, həkimlər sizi ultrasəs vasitəsilə müayinə edəcəklər, əlbəttə güzgülərlə də müayinə edəcəklər və əgər endometriyanın qalınlığı müəyyən bir ölçüdən artıqdırsa, onda endometriyanın hiperplaziyası diaqnozu qoyulur. Məsələn, endometriya aybaşıdan sonra 3-4 mm olmalıdır, lakin aybaşıdan əvvəl 12, 14, 16 mm qədər də çata bilər. Ona görə hansı gün getmişsiniz, onun çox böyük əhəmiyyəti var. Endometrial polip isə endometriyanın hissəvi qalınlaşmasıdır. Tam daxili qat qalınlaşmır, hissə qalınlaşır. Bu da polip deməkdir. Bundan başqa doğulan poliplər də olur. Uşaqlıq boyuna güzgülərlə baxdıqda görürük ki, polip görsənir. Bunun da müalicəsi var. Əziz qadınlar, endometriyanın hiperplaziyası hökm deyil. O pis xəstəlik demək deyil. Onu eşidəndə qorxmayın. Həkimə müraciət etdikdən sonra və diaqnoz təsdiqləndikdən sonra o təmizlənir, ya sorulub götürülür, ya qaşınıb götürülür və yaxud da ki, hissəvi bir tikə götürərək onu laboratoriyaya göndəririk və diaqnoz yaxşı gələrsə, onda müalicəsi var, müalicəsi müxtəlifdir. Dərmanlarla, spirallarla, progesteron tərkibli dərmanlarla, doğum kontrol həbli dərmanlarla və s. Lakin diaqnoz atipiya əlamətləri ilə gələrsə, onda burada müalicə əlbəttə ki, cərrahi yollardır. Əziz qadınlar, həkimlərinizə inanın. Endometriyanın hiperplaziyası diaqnozu eşitdikdə qorxmayın, müraciət edin və sizə yardım göstərilsin. Diqqətinizə görə çox sağ olun.